Bıçaq vurdular və bundan sonra xəstəlik bütün bədəninə yayıldı. Bu sözləri tez-tez eşidirəm və insanlar arasında yayılan doğru bildikləri yanlışlardan biridir. Süd vəzi xərçəngi olan insanlara müalicə taktikası onlara xəstəliyin mərhələsinə, şişin ölçüsünə, immunohistokimyəvi statusuna, şişin histoloji quruluşuna və s. baxılaraq təyin olunur. Müalicə taktikasını seçərkən bu əlamətlərlə yanaşı xəstənin yanaşı xəstəliyin olub-olmamasına da diqqət yetiririk. Xərçəng xəstələrini cərrahi əməliyyat edən zaman əsla şişə toxunmuruq. Şişdən ən azı 2-3 sm kənardan kəsilir və sağlam toxuma kəsilərək şiş onun daxilində qalır və eləcə şiş orqanizmdən xaric olunur. Süd vəzi xərçəngi, eləcə də digər xərçəng növləri hər zaman metastaz verən, yəni yayılan şişlərdir. Ona görə də onların yayılmasında cərrahi əməliyyatın heç bir rolu yoxdur. Cərrahi əməliyyat edən zaman həkiminiz mütləq bu nüanslara diqqət edərək əməliyyatı icra edir. Ona görə də həkiminizə güvənin və həkim sizə məsləhət gördüyü müalicə üsulu seçməyə üstünlük verin. Digər müalicə üsulları, bitkilərlə müalicə və yaxud da müxtəlif zəli və digər yalançı müalicə üsullarından istifadə etməkdən çəkinin. Çünki onların süd vəzi xərçənginin müalicəsində rolu sıfıra bərabərdir.